Bakı regionun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgisinə ev sahibliyi eləyir. Dünyanın müxtəlif ölkələrindən şirkətlər bu platformaya öz məhsul və xidmətləri ilə yanaşı yeni texnologiyaların və innovasiyaların təqdim olunması imkanı kimi baxır. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdi. 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya, Niderland və Şimali Kiprin milli stendləri var. Dövlətimizin başçısı və birinci xanım Azersun Holding şirkətinin stendinə baxdılar. Kənd təsərrüfatı məhsulları istehsal edən şirkət tarladan süfrəyə prinsipi ilə fəaliyyət göstərərək müasir avadanlıq və innovativ həllərlə yüksək keyfiyyətli məhsullar istehsal edir. Şirkətin fəaliyyəti bölgələrdə 10 minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır. On ildən artıq təcrübəyə malik AgroDaily Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xam malın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar sənaye ekosistemi formalaşdırıb. Torpaqdan süfrəyədək prinsip əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir. Almaniyanın Holmer şirkəti şəkər çuğunduru yığmaq üçün özü yeriyən kombaynların istehsalında dünya lideridir. Holmer innovativ şirkət olmaqla texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir. İtaliyanın New Holland şirkəti 130 illik kənd təsərrüfatı texnikası istehsal təcrübəsinə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. New Holland kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçimlə yanaşı məhsul yığımını da avtomatlaşdırır. Rusiyanın Fosagro şirkəti dünyada fosfat əsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti eyni zamanda yüksək keyfiyyətli fosfat suxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və amoniumun istehsalından ibarətdir. Şirkət Avropanın ən iri fosfat əsaslı gübrə istehsalçısı, ən böyük yüksək keyfiyyətli fosfat suxuru istehsalçısıdır. $20 ilə yaxın təcrübəyə malik Azera Holding əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik holding həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdingə daxil Fruitland şirkəti Azərbaycanda ilk dəfə Agroland və Binə Agro şirkətlərinin 200 hektara yaxın ərazisi olan istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir. Türkiyənin Favo Agro şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət kənd təsərrüfatı texnikası ilə yanaşı suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir.
Bu il sərgilərdə regionlarımızın aqrar və qida sahəsində mövcud imkanları ilə yaxından tanış olmağa şərait var. Bundan başqa hər il təşkilatçılar Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər üçün sərgiyə turlar təşkil edir. Bu il 51 bölgədən 500-dən çox fermer sərgilər çərçivəsində ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcək. Sərgi həftəsi çərçivəsində kənd təsərrüfatında innovativ həllər, aqrotexnologiyalar, ağıllı kənd təsərrüfatı sistemləri, qida emalı texnologiyaları, qida təhlükəsizliyi, logistika və ixrac imkanları üzrə qabaqcıl məhsul və xidmətlər nümayiş etdiriləcək. Bu platforma beynəlxalq təcrübə mübadiləsinin təşviqinə və aqrar qida sektorunda yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verəcək. Made in Azərbaycan brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilatı dəstək göstərir. Nazirlik həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, aqrar sahədə süni zəka, dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada eyni zamanda ağıllı kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə Nazirliyin həyata keçirdiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə də məlumatlar yer alıb. Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir. Sərgidə İspaniyanın Industrias David şirkəti də iştirak edir. Şirkət üzüm, zeytun və meyvə bağları üçün xüsusi texnologiyalı kənd təsərrüfatı avadanlıqları, o cümlədən məhsul yığımı üçün maşınlar istehsal edir. Dövlətimizin başçısı və birinci xanım Gürcüstanın milli qrupunun stendində oldular. Həmişə olduğu kimi bu dəfə də Gürcüstan sərgidə iştiraka böyük maraq göstərir. Bu ölkədən 10-a yaxın şirkət öz kənd təsərrüfatı məhsullarını təqdim edir. Kənd təsərrüfatı sistemləri sahəsində ixtisaslaşan İsrailin AFI Projects şirkəti kompüterləşdirilmiş təsərrüfat idarəetmə sistemləri, süd fermalarının layihələndirilməsi və tikintisi, müxtəlif növ sağım otaqları və təsərrüfatlarının yenidən qurulması sahəsində xidmətlər təqdim edir. Şirkət həm böyük fermalar, həm də kiçik təsərrüfatlar üçün əmək və istehsal proseslərini optimallaşdırmağa dəstək verir. İtaliya Respublikasının milli qrupunun stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən olan şirkətlər sərgilərdə iştiraka böyük maraq göstərir. Belə ki, bu dəfəki sərgilərdə İtaliyanın kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 20-yə yaxın şirkəti iştirak edir. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan Az Agromila şirkəti yeni nəsil gübrə və biopestisid sektorunda uğurla fəaliyyət göstərir. Müasir texnologiyalar təqdim edən şirkət istixana, meyvə-tərəvəz və açıq sahə də daxil olmaqla kənd təsərrüfatının bütün sahələrində xidmət göstərir. Niderland Krallığı da sərgiyə böyük maraq göstərir. Bu ölkə sərgidə milli stendlə təmsil olunur.
Niderlanddan olan şirkətlər istehsal etdikləri kənd təsərrüfatı məhsullarını burada nümayiş etdirir. Stenddə toxumlar, güllər, istixana üçün avadanlıqlar və digər qida və kənd təsərrüfatı məhsulları təqdim olunur. Yerli şirkət olan Amofresh, Azərbaycanda münbit torpaqlarda fəaliyyət göstərən, ənənə ilə müasir innovasiyaları birləşdirən aqrar şirkətdir. Şirkət ekoloji təmiz regionlarda Amofresh brendi altında premium meyvə və tərəvəzlərin becərilməsi ilə məşğuldur. İstehsalın bütün mərhələlərində yüksək keyfiyyət və təbii dadın təmin olunmasına çalışır. Mehtaq kənd təsərrüfatı məhsulları istehsal edən yerli şirkətdir. Şirkətin stendində intensiv bağ modeli nümayiş olunur. Bu model il ərzində salınmış intensiv bağın struktur və quruluşuna tam uyğun şəkildə hazırlanıb və ziyarətçilərə bu texnologiyanın üstünlüklərini yerindəcə vizual şəkildə təqdim edir. İranın Xazar Elektrik şirkəti innovativ həllərə əsaslanaraq tullantıların emalı və kənd təsərrüfatı avadanlıqları istehsal edir. Məhsul çeşidinə taxıl qurutma, inkubator, kəsimxana, quşçuluq avadanlıqları daxildir. Abşeron Olive Garden MMC zeytun yağı və süfrəlik zeytun məhsullarının istehsalı ilə məşğuldur. İstehsal prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunub. Müasir texnologiyalar tətbiq edilir və məhsulun keyfiyyəti daim nəzarətdə saxlanılır. Şirvan Agro Heyvandarlıq Kompleksi ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan müəssisədir. Bura Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq komplekslərindən biridir. Hazırda Meysəri markası ilə tanınan Şirvan şərabları Azərbaycanın Şamaxı rayonunun Meysəri kəndində yerləşir. O, ölkəmizdə Avropa İttifaqı tərəfindən sertifikat almış ilk orqanik şərab istehsalçısıdır. Belarus bu dəfə də sərgilərdə fəal iştirak edir. Bu ölkənin şirkətləri qida məhsulları təqdim edirlər. Belarusun sərgidə ümumilikdə 11 şirkəti təmsil olunur. Qeyd edək ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sərgidə kobların bazarlara çıxışına dəstək üçün xüsusi stend təşkil olunub. Stenddə ona yaxın kob subyekti tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran, pendir kimi məhsullar nümayiş olunur. Prezident İlham Əliyevin fərmanı ilə 2017-ci ildə yaradılmış agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyərək kiçik və orta biznes subyektlərinə bir sıra xidmətlər göstərir.
dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir. Braziliya Federativ Respublikasının milli qrupunun stendində ziyarətçilərə əsasən kənd təsərrüfatı məhsulları təqdim edilir. Braziliya pavilyonunda bu ölkənin ət istehsalçısı və ixracatçısı olan şirkət məhsullarını nümayiş etdirir. Bundan başqa, Braziliya qəhvəsi istehsal edən müəssisənin məhsulları da sərgidə maraqla qarşılanır. Sərgidə Afrika ölkələrinin birgə iştirakı ilə təşkil edilən AFAS ilk dəfə öz stendi ilə təmsil olunur. Bu stenddə isə Benin, Cənubi Sudan, Efiopiya, Fil dişi sahili, Kamerun, Nigeriya, Qana, Senegal, Somali, Tanzaniya, Zambiyadan olan şirkətlər məhsullarını təqdim edir. İndoneziya da sərgiyə maraq göstərən ölkələr sırasındadır. Bu ölkə tədbirə milli stendlə qatılıb. İndoneziya milli qrupunun stendində əsasən qəhvə və qənnadı məhsulları təqdim edilir. Sonra dövlətimizin başçısı və birinci xanım Bakı Ekspo Mərkəzinin həyətində müxtəlif ölkələrdən olan şirkətlərin kənd təsərrüfatı texnikası ilə tanış oldular. Kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri olan Caspian Agro Week və Interfood Azərbaycan bu iki sahədə beynəlxalq əməkdaşlıq, innovasiya və yeni biznes əlaqələrinin inkişafına xidmət edən mühüm platformadır. Bu illər ərzində sərgilər milli brend kimi dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq qlobal sərgi təqvimində mühüm yer tutub.